Dəqiqə çəkir, hə. Teyyib müəllim, salam əleykum. Salam, salam. Necəsi Teyyib müəllim? Çox Biz sağ ol. səninlə deməli 2012-ci il mayın 18-də görüşürük. Gözəl bir yaz havasıdır, may günləridir. Elimizin, obamızın çox gözəl, füsunkar təbiəti olan gündə biz buraya, mən təsadüfən sizinlə rastlaşdım. Yəni sizin bu Daşkənd çayının ətrafında olan bostanınız var, hansı ki, bu bostan ətrafında mən deməli şəhərin şəklini yuxarı massivdən çəkmək məqsədi ilə gedəndə rastlaşdım sizinlə. Sizin də bu gözəl bostanınızda əlinizdə lapatka, deməli həm səhər-səhər dincələ, həm də deməli təsərrüfat işlə məşğul olanda rastlaşdım, salamlaşdıq. Əvvələn sabahın xeyir, ay Teyyib müəllim. Hər vaxtın xeyir olsun. Əvvələn gününüz xoş gəlsin. Siz bizim rayonumuzun sayılıb seçilən ziyalısısınız. Daima El-Obanın bütün xeyir-şər məclislərində varsınız, El-Obanın. Və bundan əlavə mənim şəxsən mənim müəllimim, hansı ki, sizin həyat cığırınızı öyrənmək istəyəm, sizin o gözəl nitqünüzə, sərrast deyimlərinizə, El-Obada axşı müdrik fikirlərinizə görə böyük sizə hörmət gətirən bir ziyalı kimi mən tanımışam. Əksəriyyətimiz də belə qəbul edib. İndi burada de görəyin, ay Teyyib müəllim, səhər-səhərlər təsərrüfatla məşğul olursunuz. Bu sizə necə təsir bağışlayır? Bax, bu bostanda, dincələndə və s. Əli müəllim, əvvəla çox sağ ol. Allahdan gəldi, rastlaşdın sən mənlə. Mən yayda hər gün 2, bəzən 3 dəfə buraya gəlirəm. Gələndə o bostanın aşağı küncündə durub əlimi qaldırıram Allah dərgahına və belə deyirəm. 4 dəfə də gəlsəm belə deyirəm, 2 dəfə də gəlsəm. Deyirəm, salam Allahım. Hətta bəzən gözümdən yaş axır. Salam Allahım, salam Allahım, salam Allahım. Salam Allahın yaratdığı hər şey. Salam insanlar, salam doğmalarım. Salam mənə kömək etmiş edən edəcək insanlar. Salam doğmalarımı gəzdiyi bu müqəddəs torpaqlar. Salam özüm uşaqdan gəzib sevdiyim torpaqlar. Salam burada mənə xeyir verən hər şey. Su, torpaq, daş, ağac, şitil, çöp, hər şey. Ya Allah, məni niskilli öldürmə. Ya Allah, qəlbimə şeytanı fikir girməsin. Girsə də reallaşdırmağa qoyma. Ya Allah, özümün və balalarımın hər birimizin özünə məxsus çətinliyi var. Onları ağırsız, acısız, peşmançılıqsız aradan qaldırmaq. Amin, amin Teyyib müəllim. Bizə kömək elə. Allah, müharibə olmasın, aclıq olmasın. Amin Teyyib müəllim, amin. Kütləvi xəstəlik olmasın. Dünyanı özün sakit yaşat. İnsanlar hal-hazırda insan kimi özünü aparmasa da, amma sən özün kömək elə, sən yaradıbsan. Və burada da hər gün işləyirəm. Burada 3 qazancım var. Birinci istirahət eləyirəm. İkinci qazanc götürürəm. 5-6 qanan da deyir, o zəhmətkeş adamdır, gedir oraya. Hər gün gedir orada işləyir və həqiqətdə də buradan mən ləzzət alıram. Mənəvi, fiziki, maddi. Çox gözəldir. Hətta icra başçı Əli Quliyevə bir də eşitmişəm, yaxşı bostan əkirsən. Bəli, mən də elə neçə illərdir siz bu bostanla deməli Allah sizə şəfa versin. O xəstəlikdən sonra bir müddət bu bostan yetim qalmışdı. Mənim xatirimdədir. Hətta gəlib belə bostana baxanda, bostan elə bilirsən, o Məmməd İsmailin bir sözü var, qapısı bağlı qalan yetim evimiz. Qapısı bağlı qalan yetim bostana dönmüşdü. Amma şükürlər olsun siz həyatda bu gün varsınız. Artıq sağlamlığınızı da bərpa eləmişsiniz. Elimizin, obamızın da bütün xeyir-şər məclislərində baş tacısınız. Yəni, mən belə qəbul edirəm. Orada əksəriyyət adamlar kifayət qədər pulunuz da olmasa kimdənsə tapıb borc gəlirsiniz, kasıbun. O bəzi mənfur adamlarında, toylarında görmürəm. Amma bütün şər məclislərində varsınız, söz yox. Bu yetim qalmış sözündedir, o mən məcbur Buyurun müəllim. Bu çay yuxarı 38-ə yaxın bostan var idi. O cümlədən sənin babamın da bostanı var idi. Burada olub, aşağıda tutbağında tərəfdə olub. Bir də yuxarıda İncirli Şam, İncirli Şam orada. Onun xüsusi bir tarixi də var. Ora ağac da deyirdilər. Bilmirəm nə üçün ağacı. Ağac o bulaqdır, o kolluq görükür.
Ondan biraz o yanında ağ ağac var, ağarır, hem de bulaq var yanında. Onun aşağı çayın qırağı. Çayın qırağı aşağı orada olur da. İncilli Şam'da incilli. Ulu bəyin Hemen aşağısı. odur ki bu bostanlar hamısı yetim kaldı bu torpaq. Çünkü meşələr qırıldı. O vaxt və bu vaxt nə neft verdilər, nə dağılmış kömür verdilər, nə qaz verdilər, nə işıq. Meşəni qırdıq, su qurudu. Burada onlar ancaq mən yaşadıram. Bu çay yuxarı 38 bostandan bir mən bunu yaşadıram. Allah sizə can sağlığı, uzun ömür versin. İndi də çalışıram, bu evdə bir oğlum qalır. Deyirəm, torpağı sevdirsəydim ölə bilərəm. Sevsin bunu necə eləyəm. Bəli, bəli, mütləq lazımdır. Yəni gənc nəsli də o işgüzarlığa alışdırmaq lazım. Tək bu çaylar, bu bostanlar yetim qalmayıb. Əslində bu dağlar ilə tam yetimləşib, biraz qalıb tam yetim olmağı. Allah rəva bilməyəcək. Bu dağlar yenə abadlaşacaq. İnşallah, amin, Bu amin. çəpər də buradan, yəni o tay bu tay çəpər də olmayacaq. Və elə Qarabağda onda azad olacaq Bəli, ki, bu çəpər olmayacaq. Yəni səbirsizliklə onu gözləyirik. Teymur müəllim, elə siz dedi Qarabağ dediniz. Bu gün elə Laçın rayonunun işğalının 20 illiyi idi. Təbii ki, yəni biz yardımlılar bu torpaq uğrunda deməli 70-dən yuxarı şəhid vermişik. Torpaq uğrunda şəhid vermişik. Özdə dağ vüqarı, dağ. Bax yeni gələn icra başçısı da bu adamların o da dağdan, yəni Laçınlıdır. Onu da qeyd edir. Məncə yardımlı və adamlarımıza böyük bir simpatiyası var. Nə üçün? Saflıq, bəli. Bir də onu əxz elədim ki, o vaxt ilə həmişə yazırlar, deyirlər dağ adamı, dağ kimi durmuşam dağında və s. O düz imiş. Dağ adamı ilə aran adamın fərqi. Fərqi bəli var. Biz aran adamı pisləmək istəmirik, amma dağ adamın vüqarında o dağların çeşmələri var ha. Billur kimidir. O billurluq da adamlarımızın vüqarında var. Baxmayaraq düzdür, çaqqal-çuqqalımız da var asıl. Sıxıblar, əziblər, amma tam hamını sındıra bilmir. Sındır, bəli. Hələ də sözün deyil. Bəli, hələ də sözündən. Mən elə hesab edirəm. Vaxtı da dağ adamları daha faal oldu. Fəal oldular, bəli. 20 ildə. Namus qiriyyətdə daha çox dağ adamları daha namus qiriyyətə önəm verirlər və onu müqəddəs bilirlər. Biz zaman elədi ki, zaman namərd zaman gəlib çıxıb. Artıq bütün qloballaşma məhv eləyib bizim keçmiş babalarımızdan qalan bizə mənəvi dəyərlər. Amma buna baxmayaraq bizim mənəvi dəyərlərimiz hələ o qədər sarsıntıya məruz qalmayıb. Yəni biz baxıb görürük ki, informasiyanı götürürük də, baxırıq televiziyadan və yaxud internetdən və s. Baxanda görürük ki, bizim özümüzdə nə qədər mənəviyyat hələ qalıb, amma əksəriyyət yerlərin mənəviyyatları pozulub. Ona görə biz özümüzdə öz Tanrımıza minnətdarıq ki, biz bu diyarda, məhz bu diyarda biz dünyaya göz açmışıq. Biz babalarımız bu diyarda məskən salıb. Bəzən burada çörək qazanmaq o qədər çətin olur. Necə deyirlər? Həmişə çətin olur. Amma halal olur. Halal olur. Amma buna baxmayaraq bəzən qınayırıq babalarımızı ki, bəs gərək biz aranda yaşasıydıq, daha torpağımız münbit olardı, bizim qarnımızı doyurdurardı və yaxud biz varlı olardıq. Amma belə şeylərə, mənəviyyata baxanda, köklüyə baxanda, biz özümüz bu dağların mənzərələrin əzəmətinə baxanda, mən elə bir haşiyə çıxım, bizim muzeyimizdə o əcnəbi turistlər gəlmişdi. Onlar dedi ki, sizin rayonunuzun öz spesifik gözəlliyi vardı. Bu dağlar bu diyara məğrurluq verir. Yəqin ki, insanları da məğrurdur. Mən də onlara başa saldım. Bəli, bir Sarıbulaq yaylağında deməli bir abidə var. Çoban heykəli və ana heykəli. O ana gəlin arxasında uşağı çöllü biyavanda təsadüfən çobana rast gəlir. Bu rəvayəti mən əcnəbiyə danışanda o bizim o qədər təəccübləndi ki, və o mənə də bir qürur verdi. Qadın çobana rast gəlir çöllü biyavanda. Bu əfsanədir, xalq özü bir əfsanə yaradır. Elə güman edir ki, buna namusuna təcavüz etmək niyyətində belə təsəvvür yaranır. Deyir, ey Allah, məni pak dünyadan daşa döndər ki, mənim namusum pak qalsın. Və Allah da bunun sözünü eşidir. Elə uşağı da arxasında deməli daşa heykələ qurur, daşa dönür. Və Allah qəzəblənir, çobanı da daşa döndürür. İndi bu daşlar bir-birinə baxır. Və bu gün xalq bunun rəvayətdir, bu əfsanədir. Amma tərbiyə mənbəyidir. İnsanlarımız həmişə
namusuna qeyriyyətlə yaşayıblar bu el-oba içərisində. Bu günə qədər o mənəviyyatı, bu mənəvi dəyərləri bu günə qədər daşıyıblar. Bu günlərdə baxanda da doğrudan da öz içərimizdə bu mənəvi dəyərlərin nə qədər önəmli olduğunu biz görürük və bu mənəvi dəyərləri bizim babalarımızdan yadigar qaldığına görə o artıq bizim qan yaddaşımıza çevrilib. Bu rayonumuzla əlaqədar bir şey dedi. Mən üstü oxuyanda demişəm, yadımda olmayıb. Mənim tələbə yoldaşım ki, nəvəsinin adını onu qoymuşam. Bəli, Burada mən deyirmişəm, indi də deyirəm, bir neçə toyda da demişəm. bəli. Yer kürəsində ən yaxşı millət, Türk xalqı vardı, onun içində ən yaxşı, yəni Azərbaycan xalqıdır. Onun içində ən yaxşı yardımlıdır, onun içində ən yaxşı, öz kəndimizdə onun içində ən yaxşı özüməm. Belə bir yumor deyil. Bəli, O düzdür. İzzət də orada hər bir rəhbər işləyirdi Tavusda. O da sinifdə deyib, hər bir rəhbərliyi mövzunu deyəndə. Elə bunu deyir, mən tələbə yoldaşım deyib, belə deyirdi. İndi də Bəli. fikir deyəm, burada biraz yumor var. O biriləri aşağılamaq yox. Ancaq mən həqiqətdə də belə görürəm. Həqiqətdə də belə görürəm. Bəli, bəli, bəli. Fəxr eləyirəm, millətimlə də, rayonumla da, kəndimlə də. Özüm də çoxlu səhvlər eləmişəm. 200 il inşallah cəhənnəmdə olacaq. Ancaq sonra cənnətdə olacaq, rəqqasələr gəlsin. Sağ ol. Sağ ol Hüseyn müəllim. Yəni doğrudan da təbiətin gözəl vaxtıdır. Biz Uluqayın ətrafında bu müsahibəni yaparıq. Daşkəndidə bu kəndin özü də elə bu Daşkəndi bu yaxından görsənir bu ərazidə. Doğrudan da gözəl bir füsunkar bir mənzərə var. Allah Hüseyn müəllim səni qorusun. Bunu da bu deməli kameranın yaddaşına bu səhər görüşlərini çəkdik ki, qoy qalsın kameranın yaddaşında. Biz hərdən baxaq, sənin hansısa bir yubileyini keçirdəndə inşallah belə niyyətimiz var və bu müsahibəni də o yubiley iştirakçılarına inşallah göstərək və bundan feyziyab olaq. Sağ ol Hüseyn müəllim. Sağ ol. Çox sağ ol. Mən sözüm çoxdur, çox danışa bilirəm, ancaq bəsdir. Dadı qaçar. Sağ ol. Sağ ol.